Peyğəmbər salavatullah mübarək kəlamlarının birində xatırladım ki, bu hədisi xanım Fatimə məsumə nəql eləyir. İmam Rıza əleyhissalamın bacısı, məqbərəsi Qumda olan şəxs. Adı Fatimədir. O, Fatimə nəql eləyir. İmam Musa-i Kazımın qızı Fatimədən, o nəql eləyir İmam Sadiqin qızı Fatimədən, o nəql eləyir İmam Məhəmməd Baqirin qızı Fatimədən, o nəql eləyir İmam Səccadın qızı Fatimədən, o da nəql eləyir İmam Əlinin qızı Ümmü Gülsümdən, o da nəql eləyir anası xanım Fatimə-i Zəhra salamullahi əleyhadan bu hədisi. Xanım Zəhra salamullahi əleyha bu hədisin ravilərindəndir. Məsdər odur. Kimin rəhbəri mənəmsə, onun rəhbəri Əlidir. İlahi, onunla dost olanı, onu özünə vali, rəhbər biləni, sən də ona rəhbər ol. Düşmən olana düşmən, ona kömək edənə kömək ol, onu xəcil edəni sən də xəcil et. Biz bu hədisi Qur'anın bir çox ayələri ilə müzakirə etdikdə, müqayisəli təhlil etdikdə görürük ki, Əhl-i Beytlə düşmənçilik eyni ilə də Peyğəmbər və uca Rəbbimizlə düşmənçiliyə bərabərdir. Elə ayəni də deyim, Maidə surəsinin 33-cü ayəsində uca Rəbbimiz buyurur ki, Allah və onun rəsulu ilə müharibəyə girişənlərin cəzası, həmçinin yer üzündə fitnə fəsad törədənlərin cəzası, onların əl-qolunun kəsilməsi, ayənin sonunda buyurur ki, həm dünyada və həm də axirətdə şiddətli əzabla cəzalandırılması gözlənilir. Yəni bu və digər bu kimi ayələr onu göstərir ki, Peyğəmbər salavatullahın əhl-i beytinə dəyər vermək, onlara məhəbbət göstərmək, onların ehtiramını saxlamaq bizə fərz edilmiş bir hökmdür. Bu hökmdən boyun qaçırmaq ayə və sünnə yolu ilə nəql olunmuş, nazil olmuş ayə və hədislərdə göstərilir ki, mümkünsüzdür və buna görə də uca Rəbbimizi and verək öz izzəti cəlalına xatir bizi dünyada Əhl-i Beytin məhəbbətindən, axirətdə isə şəfaətindən binəsib etməsin.